Ödənişli yolların tarifləri müəyyən olunub. Bəs bu yollardan istifadə neçəyə başa gələcək? Belə ki, Tarif Şurası Əhmədbəyli, Füzuli-Şuşa avtomobil yolundan istifadə üçün ödəniş məbləğlərini təsdiqləyib. Qərara əsasən minik avtomobilləri və çəkisi 3,5 tona qədər olan yük maşınları üçün ödəniş hər kilometrə 8,6 qəpik. Bütün marşrut üzrə isə 6 manat 99 qəpik müəyyən edilib. Çəkisi 3,5 tondan artıq olan yük maşınları və digər xüsusi texnikalar üçün tarif hər kilometrə 10,6 qəpik. Ümumi yol üzrə isə təxminən 8 manat 62 qəpik olacaq. Avtobuslar üçün ödəniş hər kilometrə 7,10 qəpik. Bütün yol üzrə 5 manat 77 qəpik təşkil edəcək. Qoşqulu, yarım qoşqulu və 3-dən çox oxu olan nəqliyyat vasitələri üçün isə tarif hər kilometrə 17,7 qəpik. Ümumi marşrut üzrə 14 manat 39 qəpik müəyyənləşdirilir. Bununla yanaşı motosikletlərin də ödənişli yollardan istifadəsi ilə bağlı qərar qəbul olunub. Belə ki, Əhmədbəyli Füzuli-Şuşa yolunda motosikletlər üçün tarif hər kilometrə 4,65 qəpik. M1 Bakı-Quba Rusiya sərhədi yolunda isə 5 qəpik olacaq. Qeyd edək ki, yeni yol ənənəvi marşrutdan təxminən 20 km qısadır və burada sürət həddi daha yüksəkdir. Qanunvericiliyə əsasən vətəndaşlar alternativ ödənişsiz yoldan da istifadə edə bilərlər və ödənişli yoldan keçid könüllü seçim hesab olunur. Məlumat üçün bildirək ki, qərar iyunun 2-dən qüvvəyə minəcək.